Sintaktik yol hansı sözlərlə yaranır? Ala sözü ilə, açıq sözü ilə, açıq. Kəm sözü ilə, kəm. Təhər sözü ilə. Bunlar bir də az. Bunlar sifətin azaltma dərəcəsini yaranır sintaktik yolu. Baxın, adi dərəcədən azdır. Alaçı, açıq qırmızı. Qırmızı da bir açıqdır, açıq qırmızı. Kəm şirin, şirindən azdır. Yaşıl təhər, yaşıla çalır, yaşıl təhərdir. Az şirin, yəni şirindən azdır. İndi mən sizə bir şey deyim. Əgər ala sözü, ala ilə açıq defislə yazılır, kəm bitişik yazılır, təhər bitişik yazılır, az ayrı yazılır. Əgər ala sözü, məsələn, sizə versə alablar, biz bunu azaltma dərəcəsini götürməyəcəyik. Nəyə görə götürməyəcəyik? Çünki, bax, burada alaçı azaltma dərəcəsini götürdük. Çünki çiyin leksik mənası var, çiy bişməmişdir. Bulanın leksik mənası olmadığına görə alabulanı ikisi bir yerdə götürəcəyik. Və bu mürəkkəb sifətdir. Bir tərəfə ayrılıqda işlənə bilməyən. Quruluşsa mürəkkəb sifətdir. Dərəcə kimi bunu adi dərəcədə götürəcəm. Çünki ala, çiyin burada mənası var, biz bunu azaltma dərəcəsi götürdük. Bunun ikisi bir yerdə götürürük, adi dərəcədədir.